Salam əziz izləyicilərimiz, salam dəyərli tədbir iştirakçıları. Bugün ATV1 kanalında qürbətdən gələn səs verilişinin başlayırıq. Verilişimizin aparıcısı şairə xanım Nisə xanım Aslan Sadiqidir. Buyurun Nisə xanım. Mən Moskva şəhərində yaşayıram. Moskva şəhərində aparıcı müxbir kimi ATV1 kanalının daimə aparıcısıyam və oradan reportajlar hazırlayıram və öz ölkəmə, Azərbaycana, Bakıya göndərirəm. Onda həmin bizim televiziya kanallarında göstərirlər. İndi mən nəyi demək istəyirəm ki, onu demək istəyirəm ki, bu mart ayında gəlməyim heç də təsadüfi deyil. Mart ayı bayramlar ayıdır. Bizdə birinci bu oruçluğa düşür. Oruçluq Ramazan ayı çox gözəl, müqəddəs bir aydır. Burada bütün müsəlmanlar həqiqətən də insanlar özləri özlüyündə içərisini təmizləyir, ac qalırlar. Həqiqətən də böyük bir sınaq ayıdır, böyük bir təmizlik ayıdır. İkinci 8 Mart'a gələndə 8 Mart qadınların azadlığı günüdür deyilənə görə. Ancaq azadlıq o demək deyil ki, qadınlar mən azadam. O qadın kişi bərabərliyidir. O demək deyil ki, bizdə həmişə müsəlman kişiləri kişi kimi olub. Kişi qismində onların evdə ixtiyarı da var, onların evdə hökmü də olmalıdır. Ata adı var, kişi hökmü var. Qadınla kişi bərabərlik deyəndə qadınlar elə başa düşməsinlər ki, yox biz bərabərik, biz nə desək o da olmalıdır. Nisə xanım, deməli tamaşaçılarımız üçün də, tədbir iştirakçıları üçün də maraqlıdır ki, siz Moskvada yaşadığınız dövrdə orada bizim milli adət-ənənələrimiz necə qorunur, necə milli adət-ənənələrimizə münasibətlər necədir? Xahiş edirəm bu barədə izləyicilərimizə və tədbir iştirakçılarımıza fikirlərinizi deyək. Bizim adət-ənənələrimiz əlbəttə ki, orada qorunulur. Hər bir evdə necə biz burada özümüzün adət-ənənələrimizi qoruruq, səməndə qoyuruq, o şirniyyatda bişirilir. Bizim orada rəqslərimiz, konsertlərimiz olur, rəqslərimiz, milli rəqslərimiz göstərilir. Biz həqiqətən də orada başqa xalqın nümayəndələri də hətta bizə qoşulur, bizim bayramları qeyd edirik. Biz bir yerdə qeyd edirik və onlarda çox müqəddəs Noruz bayramı sözü var və onlar hətta bunu gözləyir, bizim o təamlarımızdan, şirniyyatlarımızdan dadmaqdan ləzzət alırlar ki, bəs bu gözləyirlər ki, bizim o biş düşlərdən, bizim əlbəttə ki, şahpulovumuzdan, şəkərbara paxlavamızdan, qoğalımızdan onlar yeməkdən ləzzət alırlar. Hətta onlar o qədər mükəmməl hazırlaşırlar ki, bizdə kosa da olur, keçəl də olur. Ondan əvvəlcədən bir ay qabaqdan bizdə o tədbirləri hazırlayan nümayəndəliyimiz var, Azərbaycan cəmiyyəti var. Onlar onu hazırlayır və tədbirlərimizi təşkil edirlər. Nisə xanım, indi qeyd elədiniz ki, bizim təamları onlar gözləyirlər. Yəni ki, başqa millətin nümayəndələri də sizin tədbirlərinizdə iştirak edirmi? Bizim tədbirlərimizdə əlbəttə ki, iştirak edirlər. Başqa xalqın nümayəndələri iştirak edirlər. Hətta Dağıstanlılar var, Orta Asiya dövlətinin nümayəndələri var. Bizim tədbirlərdə iştirak edirlər. Biz indi tonqal zat orada qalanmır. Ola bilər ki, indi həyət evlərində, şimdi biz mərkəzdə yaşayırıq. Qıraqlarda onlar öz həyətlərində kiçicik də olaraq bu tonqalı zadı qalıyırlar. Biz onu, əlbəttə ki, biz o qədər gözəl adət-ənənələrimizi yaşadırıq. Hətta uşaqlar bunu bilirlər. Uşaqda bağçada mən keçən dəfə cücələrin mahnısından, mənim nəvəmin cücələrin mahnısından tədbir eləyirdilər. Mənə o qədər xoş gəldi. O qədər xoş gəldi ki, bizim cücələrin mahnısı çalınır. Sarı geyimdə uşaqlar
rəqs edirdilər. Bu Rus bağçasında olan bir tədbir idi. Çox sağ olun İsa xanım, yəni dəyərli fikirlərinizə görə. İndi isə sözü ATV kanalının rəhbərliyi Məlikə xanıma verir və Məlikə xanım bayaq deməli İsa xanım qeyd etdi ki, ATV kanalının Moskva şəhərində müxbiridir və xahiş edirik izləyicilərimizə məlumat verəsiniz. Necə olub siz ATV kanalında İsa xanım yəni belə müxbir yəni vəzifəsinə təyin edilibsiniz. Münasibətiniz necə olub, necə yaranıb? Xahiş edirik. Buyurun. İsa xanım uzun illərdir tanıyıram. Onun kitablarını oxudum, şeirlərini oxudum. Çox xoşuma gəldi. Və diksiya yoxladığımda gördüm ki, aparıcı müxbir kimi işləyə bilər bizim ATV kanalında. Sevə-sevə mən onu Bəli, Məlikə xanımı mən 20 ildən artıqdır tanıyıram. Azərbaycan televiziyasında redaktor və aparıcı vəzifəsində işləyirdim. Ədəbi dram verilişləri idi və xanım da bizim bəzi verilişlərimizdə, ədəbi verilişlərimizdə çıxış edirdi öz yaradıcılığından və eyni zamanda mən ictimai birlik təsis etmişdim həmin vaxtı. Beynəlxalq Mətbuat Mərkəzində böyük tədbirlər keçirirdik və orada da Məlikə xanım bizim daim demək olar ki, iştirakçımız idi. Orada öz dəyərli fikirlərindən çıxış edirdi və eyni zamanda onun qəzeti var idi. Qəzetin baş redaktoru idi həmin vaxtı və həmin qəzetdə də çap edirdi, onu işıqlandırırdı həmin tədbirlərimizi. Bəli, işıqlandırırdı və mən həmin vaxtı elə tanıyırdım, görürdüm ki, Məlikə xanımda çox böyük enerji var. Olduqca böyük enerji var ki, onda böyük bir həvəs var. Yaradıcılığa, işləməyə, ictimaiyyət işləməyə böyük həvəs var idi və həmin vaxtlar da elə bu televiziyanı yaradanda mən heç bir mənə qəribə gəlmədi ki, Məlikə xanım belə bir televiziya yaradıbdı və çox xoşdur ki, bu televiziyanın bölgələrdə də işçiləri var, müxbirləri var. Bugün şairəni yeni tanıdım və orada işləyir, müxbir kimi, aparıcı kimi işləyir. Bu da bizim üçün çox dəyərlidir ona görə ki, Moskva ilə, Ruslarla, başqa bir millətlərin arasında tədbirlər keçirirlər və onları bizim adət-ənənələrimizi göstərirlər və eyni zamanda oradakı insanlarla, oradakı Azərbaycanlılarla bir doğmalıq yaradırlar. Azərbaycanla Rusiya arasında, oradakı Azərbaycanlılar arasında bir doğmalıq, yaxınlıq yaradırlar ki, bir istilik yaradırlar. Bu olduqca gözəl bir təşəbbüsdür. Və mən onun yaradıcılığıyla xanımın çox az tanış oldum və şübhəsiz ki, onu tanıdım, xoş ünsiyyətimiz oldu. Bundan sonra onun yaradıcılığıyla da maraqlanacağım və yeni bir kitabı da işıq üzü görməlidir bu günlərdə. Təbrik edirəm və əvvəlki kitabları da var. İnşallah o kitabınız da işıq üzü görər və o kitabınızla da maraqlanarıq, görərik. Deməli, mən çox bir vətənpərvər bir insanam. İlk əvvəl bir 20 ildir ki, Moskva şəhərində yaşayıram. Ailəmlə bir yerdə, uşaqlarımla bir yerdə, elə orada da qalmağı qərarı aldıq. Ancaq mən hər zaman uşaqlarımda elə bir vətənpərvərlik yaratmışam ki, uşaqlarım çox hər zaman gəlirlər və burada öz dostlarımla ki, necə uşaqlıqlarında olub, elə də indiki kimi o uşaqlıqlarını yaşayırlar. Öz məktəb yoldaşlarıyla birgə görüşürlər, görüşlər təşkil edirlər. Uşaqlarımı mən uşaqlığında vermişəm rəqsə, milli rəqslərə. Onlar o tədbirlərdə elə gözəl oynayırdılar, elə gözəl çıxış edirdilər. Moskvada deməli yerləşən
ansambl Drujba Narodov, milli rəqslərimiz, Qafqaz rəqsləri. Elə gözəl bir rəqslər var orada ki, Azərbaycanın, Dağıstanın, ümumiyyətlə milli rəqslərini uşaqlarımız oynayır və mən oğlum, 2 oğlum, qızım, həmin o Drujba Narodovda da müəyyən qədər xeyli vaxt orada iştirak eləyib, orada bir rəqslər yaradırdılar. Həmin bu tədbirlərdə də onlar, həmişə gözəl tədbirlərdə onlar oradan dəvət alırdılar. Mən onunla bərabər mən vətənpərvərliyimi hər yerdə yeritmişəm, hər yerdə yaşatmışam. Mənim vətən haqqında bir bənd, balaca bir şeirim var. Qəlbim mənim vətənimə bağlıdır. Çəkir məni torpağımda, daşımda, can dostlarım, bacım da, qardaşım da. Orada qalan uşaqlıq yoldaşımda. Torpağına qurban olum, ey vətən. Yadda qalan yaddaşına qurban olum, ey vətən. Torpağına qurban olum, ey vətən. Vətən deyəndə biz, həqiqətən də biz öz vətənpərvərliyimizi qorumalıyıq, yaşatmalıyıq, milliliyimizi qorumalıyıq. Bizim bundan başqa bu bayramlarımız, yenə də mən Novruz bayramının üstünə gəlirəm ki, biz orada nəinki tək Novruz bayramlarımızı, toylarımızı, qayda qanunlarımızı, insanların, nə tər edeyim, ailə dəyərlərini, evdə kişinin rolu, evdə uşağın əzizlənməsi, uşağın nə tər boya başa çatması, ataya, anaya necə münasibət göstərməsi, böyük münasibət göstərməsi biz həqiqətən də orada yaşadırıq, yaşamaqda da. Siz orada Qaraqoyunlu adət-ənənələrini qadınlarla bir yerdə qrupda yaşadıbsınız. Yəni sonra Göyçə xanımlarını yığırsınız ətrafınızda. Orada bütün adət-ənənələrimizi yaşadırlar. Yəni verilişləri atır, biz bunu öz kanalımızda işıqlandırırıq, çox sevinə-sevinə. Siz orada çox böyük işlər görürsünüz. Bizim çox... Hamısına buradan atəşli salamlar göndəririk. Və onları Qadınlar Bayramı münasibətilə təbrik edirik. 8 Mart Bayramı münasibətilə. Ona qarşıdan gələn Novruz Bayramı, Bahar Bayramı münasibətilə çərşənbələrini təbrik edirik. Ramazan Bayramı, Ramazan günlərini. Yəni bu ayda çox sayılı bayramlar var, onları təbrik edirik. Yeri gəlmişkən bir kəlmə olarmı mən deməli, biz elə bil ki, belə pis çıxmasın, özümüz böyük saymayaq, böyük işlər görürük. Biz Şəki şəhərində də aparıcı müxbirimiz var, Kəmalə xanım Rəhimli. Kəmalə xanım Şəkinin bütün müəllimlərini, ziyalı insanlarını bizlərlə gətirir, burada verilişlər eləyirik. Onlara fəxri mükafatlar veririk. Yeri gəlmişkən Şəki şəhər, Çeşməli kənd müəllimi, tam orta məktəb müəllimi, onu buradan təbrik edirik, Aygün Bəkirovanı bizim tərəfimizdən fəxri mükafat diplomu alıbdır və eləcə də Şəki şəhər 7 saylı tam orta məktəbin müəllimi, riyaziyyat müəllimi Aygün Bağırova. Onu da təbrik edirəm yeri gəlmişkən, icazənizlə. Çox təşəkkür edirəm. Mən fürsətdən istifadə edib qadınlarımızın bu 8 Mart qadınlar münasibəti ilə, Qadınlar Günü münasibəti ilə ziyalılarımız var. Biz onları yaddan çıxartmayaq. Dünya şöhrətli bizim müğənnimiz Zeynəb Xanlarova. Geyiminlə, geciminlə, ədəb-ərkanınla, düzdür. Ölənlərə Allah rəhmət eləsin, Şövkət Ələkbərova, Fatma Mirəliyeva, Sara Qədimova, Rübabə Mürada. Bunlar saydıqca qutarmır. İndi hal-hazırda yaşayan Səkinə İsmailova var, Aybəniz Haşimova var, bacılar Gülyanaq Gülyaz bacıları var. Ondan sonra bunlar saymaqla çoxdur. Öz ədəb-ərkanını qoruyan, saxlayan, geyiminlə, ədəb-ərkanınla milliliyimizi saxlayan qadınlarımızı təbrik edirəm. Moskvada yaşayan Ləman Ömər yaxşı bir geyiminlə, ədəb-ərkanınla, gözəlliyinlə, musiqilərinlə bizim musiqimizi yaradır. Bizim məclislərimizin nətəri deyərik, məclislərimizin rəngarənglik qatır. Tək olar deyil. Məsələn, kişi müğənnilərimiz var, Sərxan Sərxandır. Kişi müğənnilərimiz var, məsələn, aparıcı müğənni
Sultan Məhərrəmov bizim həmişə məclislərimizin başında olub. Onları Novruz bayramı münasibətilə təbrik edirəm. Bütün qohum-əqrəbamı, yenə də həmkarlarımı Novruz bayramı münasibətilə təbrik edirəm. Hamısını öz salamımı göndərir, öz salamımı göndərir. Gəlin yeri gəlmişkən bizim müxbirimiz, bizim çox hörmətli dostumuz Nəsif müəllim Yusuf, ona da söz verək. O da öz adət-ənənələrini danışsın bu bayram münasibəti. Əvvəla hamınızı salamlayıram və bu müqəddəs Ramazan bayramı münasibətilə bütün xalqımızı təbrik edirəm. Bu cümlədən ATV kanalının yaradıcısı Mələkə xanım və qonağımız Nisə xanımı, burada oturan bütün dostlarımızı təbrik edirəm. Mart ayı çox gözəl bayramlar silsiləsi ilə dolu olan bir aydır. Bunun içində həmçinin 8 Mart Dünya Qadınlar Bayramı münasibətilə bütün qadınların bayramı da bu Mart ayına təsadüf olunur, Mart ayında keçirilir. Və bizim milli bayramımız olan Novruz bayramı da Mart ayına təsadüf olunur, Mart ayında keçirilir. Bu gözəl ayda bizə bura yığılmağı, qismət olmağına çox sevinirəm və ATV kanalının yaradıcılığına, ona uğurlar arzulayıram, müvəffəqiyyətlər arzulayıram, həmişə yaxşı, gözəl günlər arzulayıram. Deməli, mən də onu qeyd etmək istəyirəm ki, Nisə xanımı deməli, Həqiqətlə Özə qəzetində mütəmadi olaraq yazıları çap olunur, hekayələri, şeirləri çap olunur və qeyd etmək istəyirəm ki, həqiqətən zəngin yaradıcılığı var, oxucu auditoriyası var. Mən onu bu yaradıcılıq münasibətilə təbrik edirəm. Əlbəttə, bayaqları deməli, tədbir iştirakçıları qeyd elədilər. Mən də demək istəyirəm ki, Azərbaycan xalqının güclü adət-ənənələri var, gözəl bayramlarımız var. Bayramları da qoruyub saxlamaq əlbəttə ən çox bizə, yəni bizim üstümüzə böyük vəzifə kimi düşür ki, biz onları qoruyub saxlayaq. Çox yaxşıdır, çox xoşdur ki, qürbət yerlərdə də Azərbaycan milli adət-ənənələri qorunub saxlanılır. Deməli, bizim adət-ənənələrimiz nə qədər güclüdür, nə qədər insanların ruhuna xoşdur ki, qərib yerdə də bizim deməli adət-ənənələrimiz qorunub saxlanılır. Necə müdaxilə eləyim? Necə ki, babalarımızdan, nənələrimizdən bizə qalıb, bizdən də övladlarımıza keçib, nəvələrimizə keçir, biz bunu yaşatmalıyıq. Əlbəttə, biz bunu yaşatmalıyıq və xüsusən də yaşatmaq üçün də bütün xalqımızın üzərinə böyük vəzifə düşür, amma xüsusən də ziyalıların üzərinə, yazar insanların üzərinə, şairlərin, yazıçıların, media nümayəndələrin, jurnalistlərin üzərinə böyük vəzifə düşür ki, biz bunu qoruyub saxlamalıyıq. Mən açıq deyim, Nisə xanımın yaradıcılığını həmişə oxuyuram, çünki mən qəzet redaktoruyum, Həqiqətlə Özə qəzetin redaktoru. Və mən onun bu günləri bir şeirini deyəcəm, yenə deyəm, bütün əsərləri gözəldir, bütün əsərləri dəyərlidir, bütün əsərləri oxucu auditoriyası qazanıb. Əlbəttə, indiki müasir ədəbiyyatımızda ümumiyyətlə əsərlər qısa lakonik olanda daha çox oxucu auditoriyası qazanır, çünki fikir bitkinliyi olmalıdır, fikir də çatdırmaq lazımdır oxuculara. Və biz hesab edirik ki, mən də və siz də artıq müəyyən qədər Nisə xanımın yaradıcılığına bələdik və hesab edirik ki, Nisə xanımın yaradıcılığında yazdığı əsərlərdə təbii ki, məzmun da var, ideya da var, ahəng də var, əda da var. Sizi bir daha təbrik edirik. Redaksiyamız adından Nisə xanım sizə yaradıcılıq uğurları arzu edirik. Çox sağ olun. Mən indi burada bir dənə musiqiçimiz var, Şəfa xanım. Çox xoşuma gəlir. Gözəl pianinoçu, pianino müəllimi. Bəlkə biz Şəfa xanıma söz veririk, onun da öz ürək sözləri var da. Hər vaxtınız xeyir, çərşənbəniz mübarək. Çox mənə xoş oldu ki, bu bayramlar ayında sizin kimi gözəl insanlarla oturmuşuq. Bayram qeyd edirik. Sizin Mələkə xanım elə gözəl insandır ki, Əslin Ziyalılar qəzetində. Onun ətrafında özü kimi gözəl insanlar yığışır həmişə. Biri də siz. Gözəl insanlardan, savadlı, şairə xanım, ruh adamı.
Bayramlarınız mübarək. Təsadüfən Ramazan ayı da bu aya təsadüf eləyib. İnsanları Təmizliyə doğru, saflığa, təmizliyə, saflığa, təmizliyə, dözümlüyə gözümlüyə çağırır, çağırır. Allah qorusun millətimizi. Mən çox fəxr elədim ki, siz Azərbaycanı başqa ölkədə təbliğ edirsiniz. Təbliğ edirəm. Məlikə xanım da elə gözəl insandır. Ətrafına xaricdən də yığırmış. Bunun qəlbi bilmirəm nə boydadır Məlikə xanım. Allah qorusun, məni dəvət elədiyinizə görə təşəkkür edirəm. Sahibə xanım da, Məlikə xanım da məni dəvət elədi. Sizin bu yığıncağınıza var olun. Davamlı olsun. Uğurlarınız bol, davamlı olsun. Bayramlarınız mübarək olsun. Şəfə xanımın həm də bu şəkli olmağı, Şəkinin o təamları, Şəki halvası, Şəki pittisi, elə bil dünyaya səs salan bir təamlardır. Mən həmişə fikirləşirəm ki, doğrudan da hər elin, obanın özünə uyğun bir yeməyi, bir təamı var. Amma Şəki halvası deyəndə o ağzına adamın şirinlik gəlir. Halvanı bişirə bilmirəm, onun özünün sexlər olur. Amma pitidir, nə istəsəz Ancaq öyrənməlisiniz. Gec də olsa öyrənməlisiniz. Qurbandır sizə. Baxın, sizin xətrinizə, Məlikə xanımın xətrinə hər şey eləmək olar. İnşallah. Bəlkə də Nisə xanım, bizim millətdən böyüklüyü bir də ondadır ki, hər bölgənin özünün bir gözəl təamı var da. Bəli. Məsələn, Lənkəranda bir cürdür, Şəkidə bir cürdür, Sumqayıtda, Gəncədə, Bakıda gözəl təamlarımız var. Gözəl, məsələn, Elbəy müəllim, mən istəyirəm, siz Cəllabaddısınız, mən istəyirəm Cəllabadın bilmirəm hansı təamı daha dadlıdır. Tabi Cəllabad bu günləri elə orada da, yəni milli xörəklərimiz var, hamısı. Yox, əsasən bir xörək olur ki. Məsələn, Cəllabadda aş deyirlər, yəni bu bizə məzə plo da deyirlər ona, yəni plo deyirlər. Bayram ayları, bayram vaxtı mütləq o bişir. Mən bir məsələni qeyd etmək istəyirdim, bayaqları dedim, mən arzu eləyərdim ki, hamımız, təbii ki, hər birimiz, yəni bizim üçün fərqi yoxdur, Azərbaycan hamımızındır. Mən elə hər birinizə dəvət eləyərdim xüsusən gələcək üçün inşallah. Biz gedib elə Cəllabada və orada bir neçə gündə sizin üçün, yəni təbii şərait yaradardıq, qonağımız olardıq. Yəni həm o Cəllabadın yeməyini yerdiniz, yəni dadlı təamlı yeməyini yerdiniz. Mən bunu söz verirəm sizə, yəni bunu eləyərəm. Çox sağ olun. İnşallah yəni özünüz orada şəkildə görərsiniz. Getməliydi. Oldu. İndi mən kimdən danışmaq istəyirəm? Deməli, Akif Xudiyev. Mən bu kitabı əlimə aldım, bunu oxudum və bunu redaktə elədim, bunun redaktorda oldum. Bu kitabın adı məni çox çəkdi. Tanrı, məni vətənimdən ayırma. Nə gözəl bir sözdür. Tanrı, məni vətənimdən ayırma. İnsan, yəni ki, o qədər insan vətənə bağlı olsun ki, insan desin, Tanrı, məni vətənimdən ayırma. Allaha qurban olum, ola bilər ki, sən başqa bir vətəndə, başqa bir yerdə o qədər gözəl bir xoş həyat yaşasan. Amma bunun bu vətənpərvərliyi, bu sözü məni bu kitaba redaktə eləməyə, redaktor olmağa nətər deyərlər, çəkdi. Və mən bu kitabın redaktoruyam və burada o qədər gözəl mənalı, o qədər gözəl şeirlər var ki, çox gözəl şeirlər var. Mən istərdim ki, Akif müəllim özü oxusun bu şeirlərdən, özü danışsın bu haqda. Birincisi, qoy bir-iki kəlmə söz deyim. Məni bu kanala dəvət etdiyi üçün Məlikə xanıma, Nisə xanıma, gələn qonaqlara, Elbəy müəllimə təşəkkür edirəm. Bu günləri bayramdan danışdılar. Bu gün adət-ənənələrimiz yenə də davam eləyir. Mən bu kitabı da yazmaqda məqsədim 30 il, 28 il bizim mən Füzulidən, Qarabağdan olduğum üçün bizim mənfi düşmənlərimiz tərəfindən torpaqlarımız alınmışdı. Biz də qəriblikdə idi. Nisə xanım ki, necə Moskvada yaşayır, Azərbaycandan kənarda olduğu üçün biz də öz vətənimizdən, doğma ana Füzulimizdən, Qarabağımızdan azad olmuşduq. Amma Akif müəllim, mən müdaxilə eləyim ki, siz vətəninizə qayıda bilmirdiniz. Hər zaman vətənimə gəldim. Mən buradan prezidentimizə çox sağ ol deyirəm ki, bugünkü gün bizə, qazilərimizə, şəhidlərimizə Allah rəhmət eləsin. Bugünkü gün bu şəraiti bizə yaratdılar. Biz öz doğma vətənimizə qayıtdıq. Bəli, əlbəttə ki, qazilərimizin sayəsində onlara can sağlığı arzulayıram. Buradan da onların bayramını təbrik eləyirəm. Ailələrinin 8 martını, bu günləri bayramlarımız qarışıb bir-birinə. Ramazan, 8 mart qabaqdan gəlir. Ot çərşənbə, ikinci çərşənbəmiz gedir. Ot çərşənbəmiz. Yəni, biz balaca vaxtı görərdik ki, nənəmiz
sac dibində oturardıq, qavurqa qovurardı, adət-ənənələrimizlə, qovur. Bəli. Qod deyirdilər. Aysan, noxud qovururdu, qod eləyirdi, bəli, şəkər, bura, paxlava, bütün, bəli, səmənimiz olardı, hər şey bişirirdi. İndi o adət-ənələrimiz də yenə də davam eləyir. İndi bu kitabın ikinci, əlbəttə ki, bu Tanrı mənim vətənimdən ayırma kitabından sonra bu Günəşin Nuru ikinci kitabım çıxdı. Bunun təqdimatı inşallah yaxın bir vaxtda da bunların təqdimatını eləyəcəm. Mən də bura gəldiyim üçün sizə çox sağ ol deyirəm və xalqımızı bu Novruz bayramı münasibəti ilə təbrik edirəm. Xalqıma uzun ömür, can sağlığı arzulayıram. Deməli, şəhidlərdən söz getmişkən, bizim bu torpaqlarımızın alınması şəhidlərimizin qanı bahasına gəldi. Qanı bahasına başa gəldi. Mən prezidentimizə daima minnətdaram. Öz minnətdarlığımı bildirirəm. Öz bayramını, ailəsi ilə bir yerdə bayramlarını təbrik edirəm. Ona görə ki, bizim prezidentimizin səyi nəticəsində, ona dayaq olan Türkiyə prezidentinin dayağı nəticəsində biz 30 illik torpaqlarımızı geri qaytardıq. Bu bir möcüzə idi. Həqiqətən bu bir möcüzə idi. Biz bu şəhidlərdən söz gəlmişkən, əlbəttə ki, 1-20 yanvar şəhidlərini Allah rəhmət eləsin. Sonra biz bütün şəhidlərə, bütün analara can sağlıq verirəm ki, onlar şəhid böyük bir şərəfə layiq analar, oğullar böyütdü və şəhid oldu. Şəhidlik bir zirvədir. Hər zirvəyə, hər insan o zirvəyə çatmır. Mənim hətta bura gəlməkdə fikrim var. Bir neçə şəhid ailəsində mən olum və o analara mənəvi bir dayaq olum. Mən Polad Həşimovun adını çəkmək istəyirəm ki, Polad Həşimovun böyük bir rol oldu. Qəhrəmancasına həlak oldu. Allah ona qəni-qəni rəhmət eləsin. Yaddaşlarda qalsın. Qoy onu hər zaman, onun adı çəkiləndə nəvələrimiz də, qürbətdə yaşayanlar da bilsin ki, Polad Həşimov kim olub. Təbrik edirəm mən özümüzün rəhbərliyimizi. Allah ona can sağlığı versin ki, biz bu torpaqlarımıza sahib çıxdıq və istədiyimiz vaxt gedirik. Görürsünüz, Akif müəllim deyir ki, mən torpağıma, vətənimə gedə bilmirdim. Bu nə qədər ağır bir dərddir. Mən ancaq istədiyim vaxt öz vətənimə gələ bilirəm, istədiyim kimi öz Moskvada öz ənənələrimi davam elətdirə bilirəm və mənlə bərabər mənim həmkarlarım da öz milliliyimizi vətəndən uzaqda biz yaşada bilirik. Ki və Akif müəllim, çox təşəkkür edirəm. Çox sağ ol. Mən buradan bir cümlədə söz deyim. Deyir ki, artıq bizdən dərd uzaqdır, gendir gen. Vətənimlə anam mənə təndir tən. Mərd igidim, mənim xalqım, elimdir. Ən yaxşı dil mənim ana dilimdir. Bəli, mən də buradan hər bir xalqın öz ana dili özünə doğmadır. Eldən ayrı çoxdur. Buradan şeirlər vətənlə bağlı. Mən vətənsiz necə dözüm? Vətən mənim paramdırsa. Mələkə xanım, mən çox xoşum gəlir ki, siz Akif müəllimin şeirlərini siz bəlkə danışasınız, siz səsləndirəsiniz. Kitabdan yox, Akifin şeirləri o qədər xoşuma gəlib ki, valla. Onun bəyəkləri yenə də bir dənə əzbərdən daha yaxşı, kitabdan yaxşı oxumuram mən. O dağlara aid şeir yazırsan, həsrətiniz sinə dağlar, bizim dağlar, bizim dağlar. Orada yazırsan ki, ayaq qaçdı, baş itirdim. Dərd çəkməkdən hüş itirdim. Özüm ağrı, yaş itirdim. Yolda qalıb, gözüm dağlar, sizdə qalıb, bizim dağlar. Yəni, Akifin şeirləri çoxdur. Akif həm lirikaya, bayatılara, məhəbbətə, şeirlər anıya, yəni hər gülə, hər çiçəyə şeirlər yazıb. Amma vətənə aid daha çox şeirlər yazıb. Mən Akif müəllimlə danışanda, həmfikir olanda gördüm ki, Akif müəllim o qədər təsirli yazıb ki, öz şeirlərində görürəm hər dəfə onu, mən olur ki, elə insan da şeiri pozitiv yazır. Mən başa düşdüm ki, Akif hər şeiri ağlaya-ağlaya yazıb. Vətən haqqında yazdığı şeirləri ağlaya-ağlaya yazır və onu oxuyanda da gördüm ki, çətinlik çəkir, kövrəlir. Vətənpərvər insanlardan danışdıqca, mən burada Şəhla xanımı
bir də istəyirəm danışsın. Əvvəl onu demək istəyirəm ki, Akif müəllimin bir-iki şeirini dinlədim. Burada şairin elə bir kəlmə sözündən onun yaradıcılığı bəlli olur. Mənim çox xoşuma gəldi və demək istəyərdim ki, elə Akif müəllim şairdir. Akif müəllim bayaq bir söz işlətdi, qovut qovurğadan danışdı. Mən ona gətirmək istəyirəm ki, bizim bayramlarımız fevral ayından başlayır. Fevral ayında bizim Xızır Nəbi günlərimiz olur. Bunu bəli, biz Abşeronda biz çox yüksək səviyyədə onu keçiririk. Bəli, kiçik çillə, sonra böyük çillə olur. Yəni kiçik çillə vaxtı olur bu və olduqca yüksək səviyyədə biz Abşeronda bunu qeyd edirik. Parka gedirik. Bizim yazıçılarımız, şairlərimiz, təhsilçilərimiz biz orada bir çox adamlarla buna hazırlayırıq, qovut da hazırlayırıq, qovurğa da hazırlayırıq və insanlara parkda çıxıb göstəririk, onları paylayırıq və eyni zamanda bizə yaxınlaşıb soruşurlar və biz də insanlara yaxınlaşıb soruşuruq ki, bugün nə günüdür, hansı gündür və demək olar ki, çox adam bilmir hansı günlər olduğunu və biz onlara izah edirik. İzah edirik ki, belə bir bizim gözəl bayramımız var ki, Xızır Nəbi günündə onda da bilirsiniz, belə bir şey var ki, biz o Valentin günü keçirirlər, tutaq ki, ayın 14-də filan. Amma bu bizimki deyil və hardasa bunu başqa cür yozumlar var. Ona görə də mən demək istəyərəm ki, bu gün Xızır Nəbi günü elə əsl məhəbbət günüdür. Çünki burada Peyğəmbərimiz bizim bax görürsünüz ki, dastanlarımız da var. O dastanlarımızda buta verilibdir və həmin Xızır Nəbi elə Xızır Peyğəmbər buta veribdir. Elə demək olar ki, həmin elə vaxtlara düşür, fevral ayında elə əsl məhəbbət ayıdır, sevgi ayıdır. Buta verilən ailə ayıdır. Demək olar ki, həmin aylar. Və bundan sonra bizim gəlir çərşənbələrimiz. Çərşənbəmiz də elə ilk çərşənbəmiz bəzən yalançı çərşənbə deyirlər və ilk çərşənbəmiz də elə fevral ayının sonuna gəlir. Fevral ayının bəli su çərşənbəsi sonunda olur və bunu bütün rayonlarda, bütün bölgələrdə olduqca yüksək səviyyədə keçirirlər. Amma çox təəssüf ki, əvvəllər çox gözəl, bizim uşaqlığımızda çox gözəl adət-ənənələr var idi. Uşaqlar gedirdilər, qapı-qapı gedirdilər. Onun çox gözəl sözləri var idi. O gözəl sözlərlə qapılarda oxuyurdular. Verilişimiz sona çatmaq üzrədir. Nəsib müəllim, mən bildiyim qədər vətənpərvər bir adamdır. Təbriklərinizi göndərəsiniz. Azərbaycan xalqına, müsəlman xalqına nə deyə bilərdiniz? Hörmətli prezidentimiz Ali Baş Komandan İlham Əliyevin siyasəti, ulu öndərimizin davamçı siyasətçisi bizim prezidentimiz bizə böyük bir zəfər nəsib elədi. Torpaqlarımız düşmən işğalından azad oldu. Bu münasibətlə mən bütün başda Ali Baş Komandan olmaqla qazilərimizə Allah Taala'dan can sağlığı, şəhidlərimizə rəhmət diləyirəm və çox məğrurluq, çox belə rahatçılıq hiss etdiyimizə görə onların qarşısında baş əyirəm. Allah bizim həmişə düşmənlərimizi məhv eləsin, yaşasın Azərbaycan ordusu, yaşasın Ali Baş Komandan. Mən indi Elbəy müəllimə demək istəyirəm ki, Elbəy müəllim o qədər fədakar, həqiqətlə Üz-üzə qəzetinin baş redaktoru kimi, o qədər bir fədakar, o qədər belə bir həm şeirləri var, həm yazıları daimə çıxır, gözəl yazılarla, şeirlərinlə. Xalqına çox xidmət eləyən, xalqındakı o elə bil üzə çıxardır hansı ki bir yazıçısını mı, şairini mi, daima bunlara çalışan bir insandır. İndi Elbəy müəllimi mən doğrudan da nə mənada çox xoşuma gəldi ki, fədakar insan, elinə, obasına can yandıran insan həqiqətən də o vətənpərvər olmaya bilmir. Sizi mən söz vermək istəyirəm ki, nə demək istəyirsiniz siz? Çox sağ olun Nisa xanım, Allah sizləri var eləsin, Allah bütün tədbir iştirakçılarını var eləsin, xalqımızı, millətimizi var eləsin. Siz bir neçə məsələyə toxundunuz. Yəni, mən burada bir məsələyə münasibət bildirmək istəyirəm. Son vaxtlar deyirlər, bədi ədəbiyyat oxumaq
qəzet oxumaq dövranı deyir, az oxunur belə elə, amma hər bir millətin, hər bir xalqın vallahi inkişafı o bədi kitabdan, qəzetdən başlayır. Yəni mütləq bunlar lazımdır. Çünki millətimiz, xalqımız, yəni şairlərimiz, yazıçılarımız yazırsa biz onları oxumalıyıq. İndi bizim bir tədbirimiz oldu. O tədbirdə Məleykə xanım da iştirak elədi, siz də iştirak elədiniz. Mən belə bir layihə üzərində işləyirəm ki, ədəbi mühitdə Cəlilabadda doğulub boya başa çatmış qadınlar, xanımların yaradıcılığı barədə antologiya yaradacağam. İnşallah layihəmiz davam edir. Bir verilişimiz gedib. Aprel ayının sonunda 2-ci verilişdir, may ayının sonuncu həftəsi 3-cü verilişdir. İyun ayında biz bu antologiyanı yaradacağıq. Və təsəvvür gətirin. Cəlilabad yəni elə bir məkandır, yer ki, hamımız bilirik ki, orada yəni biraz necə deyirlər, o İslam dini, o müsəlmançılıq biraz orada deməli güclüdə belə deyək də, yəni insanların yəni belə yaradıcıyla məşğul olmağına müəyyən maneələr vardı. Amma son vaxt görürsən elə bir bizim qadınlar var, xanımlar var Cəlilabadda doğulub boya başa çatanlar. Azərbaycan yazıçılarının məsələn görkəmli Karifey nümayəndəsidir. Jurnalistikanın gözəl nümayəndəsidir. Ona görə bunları axtarıb tapmaq, bunları tanımaq və tanıtmaq lazımdır. Və çox mən şadam ki, bizim qəzetdə, yəni Həqiqət Lövzə qəzetində sizin də mütəmadi yazılarınız gedir. Və mən ona görə də sizə minnətdaram, bizə olan diqqət və qayğınıza görə. Mən də nə qədər imkanım var, təbii ki, bu qəzeti vaxtında deməli çapa verəcəm. Ola bilər əlavə bir işdə, yəni bir televiziyada və ya hansısa internet saytımızda olsun. Amma qəzet həmişə lazımdır. Bizim ali məktəbdə, mən Bakı Dövlət Universitetinin filologiyasını bitirmişəm, bizim müəllim vardı. Allah ölən müəllimlərə bizə rəhmət eləsin, qalanların canı sağ eləsin. Həmişə bizə deyərdi, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin adı gələndə ayağa durun. Çünki onlar dahidir. Həqiqətən dahi insanlarımız var, şairlərimiz var, yazıçılarımız var. Bəli, indi də var. Bunlar davamlıdır, amma bir-birimizə dəstək olmalıyıq, mənəvi dəstək, lazım gəlsə maddi dəstək olmalıyıq. Sağ olsunlar, əlbəttə milliyimizi yaşadan da, yaradan da, onlara dayaq olan insanlara da mən öz təşəkkürümü bildirirəm. Nisa xanım, inanırsınız ki, bizim o qədər milli adət-ənənələrimiz var zəngin. Yəni onu biz vaxtında qeyd eləyəndə sanki insan həyatda yaxşı olur, insan həyatda xoş olur. Öyrənirik, öyrədirik. Ona görə bayaq dediyim kimi milli adət-ənənələrimizi qorumaq, saxlamaq, o ən çox biz ziyalıların üzərinə düşür. Düzdür, bütün xalqımız bunu eləməlidir. Allah xalqımızı var eləsin. Amma yəni ziyalıların ki, ziyalılar bunu deməlidir. Təbliğat aparmalıdır, vaxtında yazmalıdır, oxucularına çatdırmalıdır ki, bizim belə adət-ənənələrimiz var. Sizin hər birinizi təbrik edirəm, bayram münasibəti ilə sizə can sağlığı, yaradıcılıq arzu edirəm və xalqımıza, millətimizə gözəl, firavan, bərəkətli günlər arzu edirəm. Allah var eləsin. Dövlətimizi, ölkə başçısı, cənab prezidentimizi, Azərbaycan ordusunu, Azərbaycan xalqını, Azərbaycan millətini Allah qorusun. Çox təşəkkür edirəm. Şəfa xanım məsələn, həm də bədii kitablar oxuyur, çox bədii kitablarla maraqlanır. Ümumiyyətlə musiqiyə, musiqiçilərə mənim böyük, dərin bir hörmətim var. Onlarda xüsusi bir, onlarda elə bir duyğu var ki, onlar öz hisslərini, öz məhəbbətini, öz nə tər deyim, istəyini o musiqi ilə insanlara çatdırır. Biz niyə musiqini dinləyəndə dayanırıq, gözəl belə xəyala dalırıq? Niyə ki, biz orada həm məhəbbət, həm nə bilim, tərbiyə, həm təbliğat, hər şeyi biz o musiqidə görürük. İndi mən Şəfa xanıma söz vermək istəyirəm ki, siz nə demək istəyərdiniz bu bayram münasibətindən? Kimi təbrik eləmək istəyərdiniz? Öz sözünüzü bəlkə deyəsiniz. Çox sağ olun, mən dəvətə görə hamınızı, gözəl bayramlarınızı, həm Ramazan, həm Novruz bayramlarınızı qarşıdan gələn təbrik eləyirəm. Mən indi məclisimizin ən kiçik nümayəndəsi Tuncay balamıza söz verirəm. Mən sonunda bütün Azərbaycan xalqını Novruz bayramı ilə təbrik edirəm. Çox təşəkkürlər, çox təşəkkürlər. Mən də son söz olaraq, sonluq olmasın, həmişə hər həftə verişlərimiz olsun. Mən bir daha Azərbaycan xalqını bu gözəl ay münasibəti ilə, Mart ayı münasibəti ilə, nə qədər burada bayramlar var, təbrik edirəm. Eləcə də ITV kanalında olan bütün qadınları 8 Mart bayram münasibətilə təbrik edirəm. Qadınlar demişkən, mən bizdə Sahibə xanım Firidun qızı, yəni Gəncəli.
mənim elə bir sağ əlimdir. Mən nə iş görsəm mənə çox böyük köməkliklər eləyir. Həm mənəvi, həm maddi. Jurnalımızda elə bil mənim birinci müavin olaraq mənə yəni insanları bir araya yığmaqda çox böyük köməkliklər eləyir. Bu münasibətlə Sahibə xanım, səni çox sevirəm, çox istəyirəm. Hamıya demişəm öz sözümü, sənə də ayrıca deyirəm ki, nə yaxşı ki varsın. Nə yaxşı ki Nisə xanım var, Şəhla xanım var, nə yaxşı ki Şəfa xanım var, nə yaxşı ki sizlər varsınız. Tək əldən heç nə bir səs çıxmaz. Nə yaxşı ki Elbəy müəllim siz varsınız. Siz Cəlilabadın bütün yazar qadınlarını bizi tanıtdırırsınız, gətirirsiniz, bir araya toplayıb verişlər eləyirsiniz. Bu münasibətlə mən özüm bilirəm, eşitmişəm ki, bu işdə Cəlilabad rayon icra hakimiyyətinin də xəbəri var. Ona öz salamlarımı göndərirəm, salamlarımızı hamınızın adından göndərirəm ki, nə yaxşı o bizim ITV kanalından həm tanıyır, həm bizə yəni məsləhətlər verir ki, qadınları apar orada çəkiliş elə, gətir şeirlərindən desin, kitablar dərc elə bunların barəsində. Mən necə bax, Moskva şəhərində yaşayan Nisə xanım bizi hər yerdə yəni təbliğ edir. Eləcə də bax, sizin icra hakimiyyəti bizi necə də qadınları, sizləri bizə göndərməklə, bizdə veriş eləməklə, yəni fəxr eləyirik də belə adamlarla. Şəhla xanım, sənin komandanla, sənin o nətər deyimi, təşkilatı ilə fəxr eləyirəm. Həmçinin rejissorumuzla. Bax, bu alçılarını